Uşaqlar, bugün Qurban olun millətmənin yeni bir bölümü ilə qarşınızdayım. 2 həftədir ki, Qurban olun millətmə gəlmir. Bunun səbəbi isə ekranda gördüyünüz bu şeydir. Bəli, 3000 like belə güclə alır. Kanalımı tutuzduran seriya, amma indi izlənməyən seriyalardan biri olub. Sifətim niyə bu qədər paralıdır, heç bir fikrim yox. Niyə belə oldu? Niyə belə oldum? Niyə sevmirsiniz Qurban olun millətməni? Əgər bu videoda, yəni rahat bir şəkildə 3000 like gəlməsə, bəlkə də Qurban olun millətməni seriyasının sonu gəlir uşaqlar. Kisək görə ilə Azərbaycan TikTokunda, Azərbaycan cavanlığında, Azərbaycan cəmiyyətində nə tipdə videolar varmış? Getdik. Thank you. Spasibo. Nə gələcək? Teşekkür ederim. Mən bunu aparım anama göstərim, sonra bacıma göstərim, sonra xalalarıma göstərim. Bəyənməsələr gətirib qaytaracağam. Yaxşı? Anan, bacın, xalaların hamısı bir-bir geysinlər o aldığın şeyi. Ondan sonra gətirib qaytarasınlar, rahat olma. Biz də alacağıq. Bir geminin altını sakın yalama. Seni zehirleyebilir. Çok Ay be. Ama bu çoxdan deyil. Anlamaq. Ya uşaqları mən ki gəminin altını yalamaq qaldı. Nəfs oldu. Gəminin altı yalamac dedim. Zibilə qalsın ya. Last taxılı işin səsinin gözəl olduğunu düşünən o insan. Ama bu sesinin pis olduğu dostlarınız göndərəm bu videoya inşallah. Mən də bu videoya rəştə göndərəm. Hər video rəştə göndərəm. Hər nə pis şey varsa hamısını rəştə göndərəm. Avtandil dayı Allah qapı açsın. Bütün oğlanlarımız içərdə. Birinci avtandil əmin qoyub sonra türbə tikiblər. Avtandil McDonald's. Xanım söyüş var söyməyin deyənlər. Necə istəyirlər? Prosta problem bilirsən nədir? Daha betər olan qızların yanında gəlib bu sözü deyənlər belə ləzzət eləmir. Başa düşsən, normalda təbii ki, yəni qızdan yanında söz söyləməməlidir. Yəni bunu belə bilməyən kiməsə bunu başa salmaq zaten vaxt sizdə başa düşürsən. Evin tapdığı qızla yox, öz istədiyim qızla evlənir. Evin tapdığı qız necə bir sözdü cümlə, söz birləşməsi də la. Ama bu AI'dir şeyler ne zor düzəldilir. Var mən də var. Bayaqdan da ciddi baxıram, mən bilirəm real pişikləri. Bu şeylərin başını buraxmış olan, olsun ki, yemək pişirə bilmir. Ət sos ki, bir ömür boyu xoşbəxt yaşayacaqsınız. Buna varırdan ha. Bu bizim şeker buyamış, bu bizim paxyavamış. Şeker buyamış, paxyavamış. Şəşəburayla paxlavadan sonra bu videodan sonra. Mayka satılır, qiyməti 2 manat, real azlar əlaqə saxlasın. Pulumu al və o maykanı mənə ver. Toyda qohumlarla fəxrlə məndən danışan atamla əmim, atam əmim. Alıram kebab istədim, mən niyə belə şeylər göstərsin? Heç səs gəlmir, uşaqlar mənə kebab yemək. Gələ kebab yeyək də xahiş edirəm. Bu most deyil, bu Bağırov körpüsü. Aha. Bu idman hərəkətləri hələ heç yerə görünməyib. Nədir bu? Öyle most deyil. Belədir, bağır, belə səslər. Ne oldu bana? Dombalan göbələyi bu qədər də nə? İlk dəfə hazırladığım üçün sadəcə qovurmasını etdim. Amma bəyəndiyimə görə gələn dəfə daha maraqlı reseptlərdə istifadə edəcəm. Bu adlar ümumiyyətlə kim qoyur? Hansı beyinlə qoyur? Mətbəxdə qonaqların gizli yemək yeyərkən birdən içəri girən qonağa qarşı bizim işğal. Ay zibi. Asyak. Özü söhbət bir sənlədir. Bax, videonu çəkdirmə, videoya 5-də demirəm. İşğal biri sənlə nə deməkdir? Abi, işğal nədir? Bu türklər eşqal deyir. Eşqal ilə işğal sözü eyni mənaya gəlmir, dostum. Nə vaxtsa biabır olduğunuzu yanınıza düşsəz, ağlınıza bu video gəlsin. Rezil olduk baba. Rezil olduk baba. Anonsunuz bitmiştir. Bir insanın kasıblığı bu qədər mi gülməli şeydir? Heyif bu zamanlıqdan. No! Ama bir dakika gözləyək, arkadaş çalan Mehdər deyil. Nə əlaqəsi var bizim Azərbaycan nəsərlərimizlə? Qonaqlı əl vurduğum əşyaya çox qoyandan sonra mən. Yəni bu şey olar, uşağın oyuncağını əlinə götürürsən, bir dəfə qoyursan yerə, ayaq zadı çıxır, təkəri zadı çıxır, tamam. Hara getdi? Sonra da realize denedi orada gösterdi. Hemen benim karamelimi. Kışkırma üstüme sözü de. Ay, ben başım karamelimi sen. Haradasan sen. Yaxşı, bir dakika. 4 yol tanıysan, düz or. Ay sevgilim. Başımız beynimiz gitti. Tarık bu video ne demək istəyir? Bu bördəki stikere baxım bir dənə, yenisidir sən öl. Biraz ki, hər də səbəb bilinməyən bu video viraldır. Həqiqətən 35 min like alıb, niyə like aldığımı bilmirəm də sən öldürəm. Siz hər də bu videoya bir dənə like atmayıbsınız. Bu arada inşallah bu buralıqlardan almaq istəyirsinizsə, əgər açıqlamaya link qoymuşam, gedib oradan ala bilərsiniz. Bu arxası görsən, qabağı görsən bir zibilə qalsın. Bu mənim loqomdur. Bu da Surge'dür. Bu arada istədiyiniz formada çıxartıra bilirsiniz. Hansı karakteri sevirsiniz əgər Brawl Stars'da, karakter formasına çıxartıra bilərlər. Məşhəddə uşaqlara hava ata bilərsiniz bu arada. Surge'lü ya da ki Edgar'lı, artıq necə istədiyiniz buralıqlarla bir yer. Burada da Edgar var bu arada. Taxacam sunkama bunları. Nəysə,
buradakı Instagram səhifəsinə yazı ki, açıqlamalar qisminə qoymuşam link. Oradakı səhifədən sifariş verib siz də ala bilərsiniz. Bu nədir la? 32 yaş. 32 yaş olanda mən də bundan eləyəcəm. Hey papası. Kızımız görünə göl çəkdi. Sanki bir çiçəkdir. Gəl adını Nərgiz qoyaq. Hə, amma gör nə axıllı gözləri var. Gəl bunun adını Zəhra qoyaq. Həmin babaların ortama girir. Gülandam, Güləfruz, Gülbadam, Gül Nəzrin, Gülsüm belə adlar qoyacaqlar. Qızın adı Əxlaqiyə olacaq. Ata kayıfdasan sən elə ad olar. Bu qeyri-qanuni olmalıdır. Ata kayıfdasan. Qızım sən yerini bil. Oğlum sən də məndən spor eləmə. Bu mənim ulu bibimin xalası oğlunun kirvəsi nəvəsinin adıdır. Hörmət eləmək lazımdır. Əxlaqiyə. Zibilə qalsın, qaqaşın ağzındakı dişlərin hamısını bir-bir saydım. Yəni, belə adlar hardan ağlınıza gəlir? Ana xahiş edirəm. Evli cüstlükləri rahat buraxın da, öz uşaqlarını rahat öz istədikləri adları qoya bilsinlər. Paz olmayın cəmaatın həyatına. Necədir qardaş? Gənbacanlar. Nə deyirsən? Necədir qardaş? Gənbaz haqqında da eşitdiyimiz düz imiş ha. Nə deyirsən? Eşitdiyimiz Necədir bura? Gənbaz da özü də ha. Nə deyirsən? Necədir bura? Pis şey deyir ha. Bu arada bu videonun en iyisi var. Ha şey çəkmişdi. Bu universitet haqqında video çəkən bir dənə qaqaş var ya. Tam olaraq skripti belə eyni də video sən elə. Bananın nəsli kəsilir. Sevdiyiniz meyvə yoxa çıxa bilər. Banan yeyə bilməyəcəyimdən daha çox bu adamın bir də qızına banan ala bilməməsi üçün pis oluram dostum. Hayır. Sən bir dənə söz deyim. Mən bu videonu seçmək istəyirdim bu arada. Prosto məktəb forması olanı. Bəlkə də bu videonun altına qədər seçmişəmdir ya da seçməmişəmdir. Amma bu videoda bir dənə mən çəkəcəm. Bəlkə də çox qəşəng videodur sənə. Kasım əlbəttə. İçin belə çanxalayırsan, hə? İçindən hər səs gəlir də. Bir qaçın azatla kəsildim, içində çıx bu qədər şey soq çıxırdı. Uyda, cəmaat pusatı idman edir ya. Sabahdan mən də başlayacağam. Töküldü. Klasik. Səhər duranda. Yemək yeyəndən sonra. Nahardan sonra. Axşam. Hə. Çaydı bucum. Bizim eldə çaydı bucum. Bu mahnı belə deyil. Salam qrupu. Necəsiniz? Aygun, Aygun, eşitmişsən Aygun. Ana. Yanıq Pro Max-da sən öldürəm. Ay Allah. Adam nə qədər yanıq ola bilər. Meymun, hardasan? Bu qaqaş bu səsləndirir ha bu yazılanları. Həqiqətən də məncə o qaqaş yazanda belə səslər çıxardır. Meymun nə? Hardan bildin Aygun? Aygun. Aygun. Ayku. Bu zarafatı məncə hamı başa düşməsin. Azərbaycan səviyyəsində bir zarafat deyil də sən öldürəm. Ay zibil. Bu nə video lan? Ana, məni bağışla. Mən bir də 18 yaşımda olmayacağam. Bir də bu yaşlara gəlməyəcəm. Bir də 18 yaşıma qayıtmayacağım üçün həqiqətən də çox xoşbəxtəm. İndiki zamanların əlindən telefon düşmür deyən yaşlı nəsil. Yazıqlar ilk dəfə texnologiya ilə tanış olurlar. Başa düşürsən, onlar da maraqlı gəlir bizə gəldiyi qədər. Sadəcə söz eləməyə bəhanə tapırlar deyə hər səfərində telefona söz atırlar. Klassik. Əlin o qədər pis qaşınır ki, sehirli bir hərəkətdən istifadə etməli olursan. İşləyəcək ya. Niyə hamı eyni şey yaşayırlar? Mən çıxıb gedirəm mən şey. Müştəri 5+ sayfa verəndə ofisant. 15 model yazıyor. Qalsın ay qardaş, qalsın get. Ay qardaş, qalsın get. Get, sağ ol, get. Get ay qardaş, get. Biraz şu an mat mesela ne yiyorsan. O bilse yaratıcı hasta elədiklər. Bu tam eləyəcək bu səfər. Prosto 15 mat şota, 5 mat sayfa verən bir insan həqiqətən kraldı ya da ki pulun. 5000 manata. Keyfiyyətli var. 5000? 2000 Sən bilən sözün 4000 olsaydı alardın həqiqətən. Qayda bir, heç vaxt TikTok çəkib paylaşan qızla sevgili olma. Aha, 568 yorum. Qayda bir, heç vaxt normal qızları bəzi qızlarla şəxs salmır. Oy zübül. Miau. Bir xanım olaraq deyirəm çox düzdür. Sən xanım olaraq burada nə işin var?
Ay sağ ol da məsəl üçün. Seçənləri söz deyirsənsə onu platformada heç işlətmə də məsəl üçün. TikTok çəkimliyə görə TikToka video çəkib atır. O məsələn Azərbaycan niyə inkişaf edir? Bu video bunun sadəcə bir nömrəsidir. Araba. Sən bir an söz deyim, 18 yaşıma qədər sevgilim olmadığına həqiqətən də şükür eləyirəm. Bəlkə də biz də belə olacaqdıq. Ay zibirə qalsın, həqiqətən deyirəm də yəni. Hey şirin qız gözlə. Sənə demək istədiyim bir Mən şirin qız deyiləm, gedirəm mən. Nəsə şirin qızlar siz baxın. şey var, bilirdinmi? Hazırsanmı? Hazırsasa deyirəm. Çox gözəlsən. Ay Allah, bu nə şirindir, necə də gözəlsən sən. Nəysə, ay Allah, ağzımda o qədər belə deyiləsi çox şey var ki, prosta dilə gətirə bilmirəm də videoda başa düşürsünüz, zibirə qalsın. Gizirlər, nə vaxt töhmət alırlar, qisasın maxeylərdən alırlar. Ən ağır zərbə maxeylər üçündür. Bura var, valla. Salam, yox, dostlar, o süni intellектdir. Yəni bu yapay zekadır. O doğrudan elə doğulmayıb, uzun sasla olmayıb o. Yeganə insan ki öz dilindən başqa hər dildə danışa bilir. Bütün dünya inanıb buna. Həqiqətən də mən sizə sözüm yoxdur. Buna bütün dünya inanırsa, o bütün dünyanın mən... Oğlanlığı olmayanlara şad xəbər. Oğlanlıq endirmə düşdü. Aa. Məhdud saydadır dostlarınıza. Nə deyir, indirmə bir dənə 99 qəpikdən 98 qəpiyə düşüb ha. Salam, hər vaxtınız xeyir. Demirsən ki, Gəncənin maraqlı yeri harasıdır? Gəncənin maraqsız yeri var ki, çünki orada ağalilər yaşayır. Qadan zalıram. Bu arada yerlilərim səs eləyin. Yerlilər, xahiş edirəm səs elə. Bir yaz ki, Gəncə olaraq bu macili əvəzində hamımıza üzr istəyirəm. Nəysə, başqa şey demək istəmirəm. Yorumlar çox mükəmməldir. Sadəcə bu yorumu oxuyun, başqa heç nə lazım deyil. Nəysə, bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Dediyim kimi, qurban olun millətimin daha çox gəlməsi istəyirsə, bu videoya bir dənə like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə.